qardaşım bilmir ki, bunu kim eləyib, bunu kim çəkib, amma mən bilirəm. Daxili İşlər Nazirliyi mi dayanır, yoxsa Dövlət Təhlükəsizlik Xidməti dayanır? Seks şantajı ilə, seks şpiyonajı ilə məşğul olan tək bir qurum var. Dövlət Təhlükəsizlik Xidmətinin. Orada ümumiyyətlə dövlətin təhlükəsizliyindən söhbət getmir də. Bunlar Mehmanın seks təhlükəsizlik xidmətindən məşğul olan adamlardır da. Yəni bu qədər sadə. Dövlət Təhlükəsizlik Xidmətinin daxilində bir departament var, bir şöbə var, hansı ki siyasi şantajla məşğuldur, hansı ki siyasi fəalların, jurnalistlərin, siyasətçilərin seks kasetlərini çəkir və sonra da həmin o adamları şantaj eləyib, qıdıqlarına girib, ya əməkdaşlığa dəvət edirlər, ya da ki, sustururlar. Mən onu indi bax, sizin kamera vasitəsində deyirəm ki, mən bunu dilə gətirmək üçün 2 ay cəsarət toplamışdım. Mən özümü toparlamışdım ki, amma Mehman Hüseynov nə seks kasetlərə uyan adamdır, nə böhtanlara, nə şərlərə, nə heç mənim heç nədən qorxacağım yoxdur. Nə həbs, nə seks kasetləri, nə şantaj. Mehmanı susturmaq üçün bir yol var, siyasi qətl. İnsanlar bəzən deyir ki, Mehman, niyə sən bu qədər açıqsan, niyə sən bu qədər cəsarətlisən? Qorxacağın heç nə yoxdur. Yox, Mehman Hüseynovun qorxacağı heç nə yoxdur. Qorxacağım var idim anamı öldürdülər. Atam qalıb, istəyirlər öldürsünlər, istəyirlər. Ay, nə istəyirlər, ondan istəyirlər. Ortanızda qardaşım qalıb, istəyir onu şapatlasınlar, qapazlasınlar, öldürsünlər. Vecimə də deyil. Mehman bu həyatda təkdir. Mənim üçün müqəddəs heç nə yoxdur. Allah məni qoruyur. Dövlət Təhlükəsizlik Nazirliyində bu şöbə İlham Əliyevin icazəsi olmadan bu işlərlə məşğul ola bilməz. Yəni, Əli Nağıyev yalnız İlham Əliyevlə məsləhətləşib Mehman Hüseynovun yatağını çəkə bilər və İlham Əliyevlə məsləhətləşib Mehmanı şantaj edə bilər. Bu öz fəaliyyət ola bilməz.